Salam izləyiciləri, mən Güney müəllimə. Bugün sizlərlə yenə də model testlər kitabından, Ələddin Məmmədin model testlər kitabından belə bir nitq tipli sualın izahını bölüşmək istəyirəm. Sual maraqlı sualdır, trigonometriya bölməsinə aiddir. Tərs trigonometrik tənliklər. Baxın, yazıb ki, arctangens 2 sinüs x bərabər x tənliyi verib. Birinci, x-in ala biləcəyi tənliyin köklər cəmini soruşur. Amma birinci arctangensin nə ala biləcəyini gəlin düşünək. Arctangens nə ala bilər? Arctangensin ala biləcəyi x-lar hansı aralıqda yerləşir? Arctangensin qiyməti -90, -90 arasında yerləşir. Yəni, hələ ilk tənliyi həll eləməzdən fikir formalaşmalıdır ki, zehnimdə. Mən köklərimi bu aralığa düşənləri götürməliyəm. İndi tənliyi həll edək. Əgər arctangens 2 sinus x x-dırsa, məlum məsələdir ki, onda tangens x-imiz 2 sinus x-a bərabərdir. Düzdürmü? Düzdür. Keçirdik tangensi əks tərəfə. Sinus x bölünsün kosinus x. Minus 2 sinus x bərabərdir 0 tənliyini həll edək. Buradan sinus x-in mötərəzə xaricinə atdım. Və qaldı 1 bölünsün kosinus x çıxılsın 2 bərabər 0. Bir kökü sinus x bərabər 0'dır. Və kosinus x-i bu həll eləmək üçün kosinus x-i 0'dan fərqli qəbul etməklə kosinus x 0 ala bilməz. Kosinus x 1 bölü kosinus x bərabərdirsə 2'yə, kosinus x bərabər 2'də 1 tənliyini həll edəcəm. Sinus x-in 0 aldığı yer pi k-dır. Hələ tənlikləri həll edib kökünü araşdıracağım. Plus minus 2'də 1'ə harda alır? 60 dərəcə plus 2 pi k. Və burada bir şeyə fikir verin ki, siz bu aralıqda kök götürməlisiniz. Pi k qiymətində k-nın yerinə hansı tam ədədi versəm bura düşəcək? Bir dənə 0. K-nın yerinə 0 versəm oradan bir dənə 0 kökü düşəcək. Yaxşı, k-ya burada qiymət verim. K-ya 0 verim. K-ya 0 versəm, bu tənliyin kökləri plus minus pi bölü 3. Bəli, ikisi də o aralığa düşür. Götürə bilərəm. K-ya 1 versəm, 2 pi plus minus pi bölü 3 eləyəcək. 2 pi'dən nə pi bölü 3 çıxanda, nə də pi bölü 3'ü topladıqda bu aralığa düşməz. Düşməyəcəyi üçün bunun ala biləcəyi toplam köklər bu qədərdir. Bunların da cəmin istəyir 0, müsbət pi bölü 3, mənfi pi bölü 3. Bu da nəyə bərabərdir? 0'a. Bu arada MİQə hazırlaşanlar üçün belə bir məlumat verim ki, MİQ hazırlığı üçün yeni başladığımız, hansı ki natural ədədlər bölməsi 0'dan başladığımız MİQ qrupumuz var. Bizim MİQ qruplarının avantajı nədir? Dərslərimiz Zoom'da keçirilir, canlı müzakirələr vasitəsilə aparılır və ilk dərsimiz öyrənişsizdir. Dərslərə qoşulub dərslərin keyfiyyətinə baxıb, daha sonra dərslərə davam edə bilərsiniz. İzlədiyiniz üçün sağ olun.